Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizi Allahın salamı ilə salamlayırıq. Bildiyimiz kimi artıq Ramazanın son 10 gecəsinə yaxınlaşırıq və bu son 10 gecə Allah yanında çox qiymətlidir. Çünki bu gecədə Qədr gecəsi vardır. Qədr gecəsi isə 1000 aydan daha xeyirlidir. Uca Allah buyurur, Bismillahirrahmanirrahim. Leylatul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Yəni sənin həmin gecə etdiyin dua 1000 ayda etdiyin duadan daha xeyirli ola bilər. Sənin həmin gecə qıldığın 2 rükət namaz 1000 ayda qıldığın namazdan daha xeyirli ola bilər. Və bu da təxmini 84 ilə bərabərdir. Yəni sən ola bilər ki, hər hansı bir dua edəsən və Allah yanında 84 il və daha çox bir ömrün qədər və ya daha çox ömründən də çox bir duanı qazana bilərsən və ya 2 rükət namaz qıla bilərsən və həmin namazla da 84 il Allah yanında namaz qılmış kimi savabını ala bilərsən ən azından. Və ümumən Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu son 10 gecə gəldikdə ibadətlərini daha çox edərdi. Necə ki, möminlərin anası Ayşə radiyallahu anhə buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi, yoldaşı, deyir, mən Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gündə daha çox ibadət edən, daha çox dua edən görərdim. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm bu son 10 gün gələndə etikaf edərdi. Yəni, etikaf meçidə girərdi və oradan çıxmazdı və ibadətlərlə məşğul olardı. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu son 10 gün gələndə necə hədisdə gəlir, əhyə leylə, gecəni çalışardı ki, oyaq keçirsin. Yəni ibadətlə, oyaq deyəndə başqa məşğuliyyətlərlə yox, yəni məhz ibadətlərlə keçirsin. Həmçinin ailəsini namaza və ibadətə durğuzardı və həmçinin ibadətlərini daha çox artırardı və bir gündən bir olur. Yəni, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizlərə deyir ki, Qədr gecəsini Ramazanın son 10 günündə, bəzi rəvayətlərdə tək günlərində axtar. Yəni, 21, 23, 25, 27, 29. Yəni, 5 gün ibadət etməyə dəyər. Və ümumən bir insanın, bir qulun həmin bu Qədr gecəsinə yetişib də günahlarının əfv olunmaması qeyri-mümkündür. Qeyri-mümkündür. Ona görə bu 5 günü Allah üçün ibadətləri çoxalt, dur, dua et, ibadət et. Allahdan istədiklərini istə. Allah verəndir. Bütün duaları da qəbul edəndir. Ona görə il boyu zaten problemlər, iş, güc, müəyyən sıxıntılar, müəyyən qayğılar. Lakin bu 5 günü gecənin bir hissəsini durub ibadət və dua etsən, məncə daha xeyirli və daha gözəl bir nəticə alarsan. Ona görə unutmayaq, ayın 21-i, sonra ayın 23-ü, yəni Ramazanın 25-i, həmçinin 27-si və həmçinin 29-u. Bu günlərdə, Ramazanın bu günlərində ibadət etməyi unutma.